Salam və vaxtınız xeyir. Sizləri Bakı Xanov stadionundan salamlayıram. International mini futbol Bakı Kup 2025 finalında meydanın sol tərəfində Trabzonspor Azərbaycan komandası, digər tərəfində isə Qaryat Qazaxıstan komandası qarşı-qarşıya gələcək. Hər iki tərəfə də uğurlar arz edirəm. Sizinlə mən olacağım Mirağa Ələsgərov. Məhz meydanın sağ tərəfində meydan sahibləri Trabzonspor Azərbaycan komandası, sol tərəfində isə məhz Qaryat Qazaxıstan təmsilçisi yer alacaq. Məhz Qazaxıstan təmsilçisi start götürəcək qarşılaşmaya. Məhz Adilzan Vernar qarşılaşmaya start götürəcək. Ernar. Hər iki tərəfə bir daha uğurlar. Qapı qarşısına birbaşa zərbə indirildi. Elyar Muradov üçün bu rahat bir top idi. Ram etməsi asan. Qısa bir paslaşma ilə oynadılar. Təzyiq davam edir. Səidin təzyiqi var idi az əvvəl müdafiənin gerisinə. Düşən topda Ümid Quliyev. Məhz müşahidəsi altında ac atışını yerinə yetirildi. Müdafiənin ən gerisinə məhz Ernar bölməsinə ötürülmə gəldi. Sadəcə məhz orada Ümid Quliyevin də təzyiqi var idi Ernara qarşı. İndi isə taç atışını yerinə yetirəcək Trabzonspor Azərbaycan komandası. Ötürmə istiqamətində bunu şurram etməyə bacardı. Qaysarın ötürməsi məhz Ernara. Möhtəşəm keçdi Səid Əliyev. Golkiperlə təkə-tək qaldı. Qeyri-dəqiq idi bu zərbə. İlk təhlükəni qarşılaşmada məhz Səid Əliyev. Səhvimi düzəldim. Ömər Quliyevin də təzyiqi var. Birbaşa məhz ötürmə istiqaməti Ernarın Armana doğru idi. Armansa o istiqamətdə topa sürətlənməyi bacarmadı. Çəkmir, oyna. Onu çəkmir. Birbaşa qapıya zərbə. Məhz Ermardan ikinci bir zərbə şansı. Ernar hesabı açır. Məhz Qazaxıstan təmsilçisi final qarşılaşmasında hesabı açır. Qaryat 1, Trabzonspor Azərbaycan 0. Məhz qolun sahibi 10 nömrəsi ilə Ernar. Adilzanov. Ümid edirəm adını səhv tələffüz etmirəm. İnsə taç atışı, daha doğrusu alt atışını yerinə yetirəcək Trabzon spor komandası. Sağ cınağa göz hərəkətləri izlədi, amma Qaysar burada təcrübəli davrandı indi. Qaryatın əks hücumunu şahidlik edir Ernar. Möhtəşəm oldu məhz rəqibindən. Keçid vermədi. İndi ötürmə şansı. Taç atışını Qaryat komandası yerinə yetirəcək. Onu çəkmirəm. Mamet oyna Mamet. Хорошо, молодцы. Ömer. Sen kapıyı çekeceğim. Mamet çözüm. Ben gelirsin. Sil. Səid Əliyevin təzyiqi var. Məhəmməd də təzyiqə qoşuldu. Birbaşa ötürmə istəyirdi qapı qarşısına, amma qeyri-dəqiq anında taç atışını Qazaxıstan təmsilçisi yerinə yetirəcək.
Bir eks hücum, bir zərbə. Qeyri-dəqiq qalınır. Məhz Ernarın fərqlənmə istəyi, ikinci bir zərbə şansı. Qaryat komandası ikinci qoluna tapır. Məhz Qaryat komandasının Alizanov Sanzar la birlikdə. Artıq Qaryat komandası ikinci qoluna qarşılaşmada tapır. Qaryat komandası 2, Trabzonspor Azərbaycan komandası isə 0. Məhz final artıq, daha doğrusu çempionluq onlara yaxında. Gün sərbəstliyi yönetirildi. Səid Əliyev sürətli çıxdı. Təkrardan ötürmə gəlirsə təhlükəli ola bilər. Məhəmməd Səid Əliyev və gol! Səid Əliyev məhz rəqibin çox sevinməsinə icazə vermədi. Səid Əliyevlə gəldi. Məhz Trabzonspor Azərbaycan komandasının ilk qolu. Məhz ötürmə Səid Əliyev üçün çox sürətli idi. Adiz Hanor şimdi ən geriyə. Amirxana doğru. Amirxanın da müşahidəsi altında məhz İsabekov Emir topu ram etməyə başardı. Koyma koyma. İkili mübarizədə Bu da olmuştu bu Yunus'tu. Oksijen hiç ölmedi. İşte formalar eğilmiş öyle. Bu Yunus'tu. Oksijenler çıkardı. Bir de hiç gökmenlerle başladı. Gökmenler yabandı. Oksijen gökmenler gitse bütün Ahmet destek Ahmet. isə standart bir vəziyyət yaşanır. Qaryat komandası. Bir zərbə, bir boşa qapıya direkt keçid vermədi. Məhz Qaryatın 3-cü qol tapmağına. Məhəmməd istiqamətinə Amirxan kapitan qarşıladı. İndisi bir oyuncu dəyişikliyi Qaryatda 20 nömrəsi ilə meydana daxil oldu. Məhz 3 nömrəli oyuncuna əvəz edir. Arman meydandan çıxır. Batur meydana daxil olur. Batur oyuna girer-girməz topla. Artıq ilk döpül debütünü edir. Yeni planda Seyid qarşıladı. İlsə Məhəmməd ötürməsi Seyid Əliyevə. Yunis Tac atışını yerinə yetirəcək. Seyid Əliyev istiqamətinə. Məhəmməd oyna. Ram etməyə başardı Ömər. İndi isə Tac atışı yerinə yetiriləcək. Seyiddən bir müdaxilə gəldi və ədalət təmsilçisi qarşılaşmalı dayandırdı və bir standart vəziyyət yaşanacaq Trabzonspor Azərbaycan qapısında. Topun başında Ernar. Məhz az əvvəl atılan 2 qoldan birinin sahibi Ernar, o nömrəsi ilə Qaryat komandasının oyuncusu. Bir zərbə. Məhz hər kəs açdı. İkinci bir zərbə. Kapitan Amirxan məhz Ernarın yarım qalan işini tamamlayır. Qarşılaşmada artıq 3-cü qol qeydə alınır Qaryat komandasının xeyrinə. Qarşında Ernar. Trabzonsporlu oyuncunun rahat aldı topu en azından. İndi Batur. Tekrardan Ernar. Ernardan gözəl hərəkətlər. Məhz Батыр, умница, умница. qeyri-dəqiq ötürmə topun meydandan çıxmağına səbəb olur. Rəman ötürməsi Seyid Əliyevə. Ay. Golkiperdə qalır top. İstədiyi kimi Seyid endirə bilmədi zərbəni. Tələsmə, topu saxla. Seyid ən geri gəldi. Topu nə oldu? Zərbəsini indirdi amma bu da geri-dəqiq alınır. Oynama. Seyid Əliyevin təzyiqi davam edir. Məhz Seyid Əliyevin təzyiqi sonrasında da bir qədər
zədələnmiş kimi görsənsə də indi standart vəziyyət qazanır. Maga! İçeri gir biraz. Maga içeri gir. Seyit kabağı, devam. Seyit kabağı. Seyit kabağı. Bağla kabağı. Yavaş. Topun başında Mehmet abi. Ümid Quliyevdir. Birbaşa zərbə geridə qalır. Tamam, Seyit bomboş. Geç yeri ver. Yeri ver, oyuncu var. Daha doğrusu Rəvan Qasımzadə idi az əvvəl. Zərbəni endirən ikili mübarizədə top meydanı tərk edir. Qariyat komandası taç atışını yerinə yetirəcək. Şimdi pasla oynadılar mı? Top qapçıda qalır. Elyar Muratov hərəkətli qazandırdı. Amirxan birbaşa zərbə. İstədiyi kimi alınmadı. Mehmet, ortaya. Məhəmməd Süleymanzadənin bu zərbəcəkdir. Yoktu bura. Eliyar. Şu nazar. Qapçıdan qapçıya bu ötürməkdir sanki. Oyna, maladiv. İnsə Məhəmməd Süleymanzadə ötürməsi Məhəmmədə. Rəva. İkili mübarizədə məhz Əmirxan. Qariyat oyuncusu sərt oynadı. Mehmet Seyit. İndi isə taç atışı yerinə yetiriləcək. Mehmet kabayı. Təhlükəli ola bilər. Qapı qarşısı ötürmə. Məhəmmədin zərbə çəkdi. İstədiyi kimi alamadı. Seyit. Bravo Seyit. Seyid Əliyev məhz təzyiqi ilə rəqibi sıxışdırır kənara. Keçid vermədi. Rahat oynamasına, rahat ötürmə verməsinə. Seyid Əliyev yenə arxa planda özünü göstərir. Məhəmmədin ötürməsi. Seyid Əliyev sürətlənsə də topa çatmaq mümkün olmadı. Seyid Əliyev məhz indi hal-hazırda 11 nömrəsilə Lutak Nazanın gözəl hərəkətlərini izlədik. Sonrasında da bir cəhd. Mehmet. Düzdür Mehmet. Lutak Naza az əvvəl rəqiblərini bu cür ram edirdi. Rəva kapı içine. Rəva saxlanır. Rəvanın ötürməsi. Keçdi. Məhz keçilmədi Naza. Özünüzsüz. Maga oyna Maga. Naza geri planda o da ki qoymadı. Məhz Seyid Əliyev necə geri plana daxil olub rəqibi narahat edirsə, indi də o da həmçinin həm qarşı tərəfdə, həm geri planda rəqibi narahat edir, keçid vermir. Qariyat hücumu. Məhz Ernar zərbə çəkdi. İstədiyi kimi alınmadı. Şans yaranmadı, zərbə indirsin qapıya. Elyas ötürməsi məhz Ömer. De başla Ömer. Adilzanova gəldi. İndi isə taç atışına yerinə yetirəcək Trabzonspor. At sen. Gol. Rəva. Məhəmməd geri planda. Kabak Eliyar. Rahat aldı, ən geri götürdü. Oyna. Seyid Əliyev yenə topu qopartmağı bacardı rəqibdən. Təhlükəli ola bilər, sürətlənib. İkili mübarizəni keçdi, ötürməsini verdi. Ay. Əldən qaçır, %100'lük gol şansı. Seyid Əliyev gətirdi, çatdırdı amma Sərəvan istədiyi kimi oynaya bilmədi. Başla. Məhz indi taç atışlı Rəvan yerinə yetirəcək. Daha doğrusu Rəvan buraxdı topu. Komanda yoldaşına Bir tane Rava içeri. Ümid Quliyev yerinə yetirəcək taç atışını. Birbaşa qapıya. Əmirxan geri planda qəbul etdi. Təkrardan Əmirxan icazə vermədi. Məhz Əmirxana. Bekatan Vloşkin'lerden. Təkrardan Nazar. Seyid Əliyev və Naza mübarizəsi. Seyid Əliyev sürətləndi. Sürətlənsə də məhz golkiper ayət sayıq davrandı.
Ötürməsi Seyid. Seyid Əliyevin ötürməsi Məhəmməd üçün qeyridə qalınır. Məhəmməd Naz'a qarşıladı ama sərt oyun. Var idi, etirazlar var idi məhz. Ne var? Başı Məkçidən. Oy, Suga. Seyid Əliyev təzyiqi var rəqibə Əmirov. Topu qopartmağı bacaracaqmı? Rahat aldı topu. Seyid Əliyev təhlükə. Yarana bilər bir zərbə. Məhz Əmirxanın ters vuruş da var idi. Ben katardığını görürüm. Elinden bırak. Sen. Görürüm ki şeydi. Dur ayağa dur. Tez. Tez ele. Təhlükəli ola bilər. Qapı qarşısına Əmirxan keçid vermədi bu dəfə. Taç atışı yerinə yetirəcək Trabzonspor Azərbaycan komandası. Maga. Bu golu gidiyorsun bak. Bu golu değil. Bir 13 dəyişiklik daha var. Nəzmi Məhəmməd Süleymanzadə. Meydandadır. Taç atışı yerinə yetirdi. Qapı qarşısına ötürmə. İkinci bir zərbə cəhdi. Sözden. Məhz yan torları sarsı. Bu zərbə Əmirxan. Bir sende. Əmirxan təkrar pası. Ən geri planda. Kadar tutun. Məhz Rəvan Qasımzadə. Kaçtı. Taç atışı yerinə yetirir Qariyat komandası. Qapı qarşısına ötürmə. Bir tərs vuruş. Keçid vermədilər indi. Əks hücuma çevrilə bilər bu. Zərbə şansı tanımadı Əmirxan. Yavaş gitsen. Yunis Cəngəliyevə. Maga. Asəbəl. Gün zərbəsi yeni itirəcək Trabzonspor Azərbaycan komandası. Qapı qarşısına ötürmə. Bir daha. Batura tuş gəldi top. İndi tac atışı. Havalandırdı Seyid Əliyev üçün ama bir qədər. Səti kimi alınmadı. Nazar. Meydanda ən fəal oyunculardan biridir Nazar. Seyid Əliyev. Seyid Əliyev birbaşa aşırtma cəhdi ilə Seyid Əliyevin. Bu cəhdi ağıllı cəhdi ama golkiper Yoktu. heç şans tanımadı. Aşağı sen de. Şamzar ən geri planda. Məhz top Əliyar Muradov'da qalır. Birbaşa qapıya zərbə cəhdi. İkinci bir cəhd. Məhz bu dəfə ötürmə düşüncəsidir bu. İstədiyi kimi alınmadı. Şanzar. Naza ötürməsi. Havalandırdı. Birbaşa zərbə. İstədiyi kimi alınmır. İndi gün zərbəsini yerinə yetirəcək Trabzonspor Azərbaycan komandası. Seyid Əliyev zərbə şansı tanımadı. Bu kritik bir müdaxilə etməz. Topa zərbə imkanı tanısaydı təhlükəli ola bilərdi. Seyid Əliyevdən ağıllı bir cəhd idi bu. Seyid Əliyev rəqiblərə bir pressing etdi. Ən geridən zərbə cəhdi gəldi. Qapı yoxlanıldı. Qariyat tərəfindən. İstədiyi kimi alınmadı. Seyid Əliyev. Ötürməsi Yunis. Ama orada Nazanın da bir təzyiqi var idi. Amirxan. Out. Yenidən bir oyuncu dəyişikliyi. Qariyat komandasında 16 nömrəsi. Oyuncu Bexsultan meydanı tərk edir. 3 nömrəsi ilə Arman meydanda da bu cəhdə düzgün istifadə eləmədi. Əliyar çıxışda əlaydı. Seyid Əliyev sol çılaqda ötürmək istirdi. Arman. Yunis özümü yoxlayacaq. İstədiyi kimi alamadı. Çox epeksiz bir zərbə idi. Ай. Ерем, когда Назар не стой, ищи свободное место, он даст тебя. Пробуй. Назар! Armanın ötürməsi geri planda qarşılandı. Seyit oyna, Seyit yaxşıdır. Yunis.
Qarşıladı ötürməsi Seyid Əliyevə. İstədiyi kimi alamır. Top Elyarda qalır məhz. Bir oyuncu dəyişikliyi daha. Ömər Quliyev meydandadır. Seyid Əliyev çox gözəl yumuşatdı topu. İndisə bir zərbə çəkdi. Götür Seyid. Возбой! Здорово! Arman. Давай, давай! Keçid bir Əliyar Muradov. Seyid Əliyev sürətlidir. Ömər Quliyev də məhz topu sürətlənmişdi. İstədiyi kimi alamadı. Məhz bu epizodda başa çıxır birbaşa zərbə. Qeyri-dəqiq qaldı. Məhz çərçivənin yaxınından belə keçmədən. Ömər Quliyev. Seyid Əliyevlə oynadı. Идем отдохнем. Молодец. Məhəmməd Süleymanzadə isə Orada qal. sürətlənə bilməmişdi bu ötürməyə. Sağır, Seyid Əliyevin təzyiqi var rəqibə. Təhlükəli ola bilər amma Ömər. Keçən Seyid Əliyev. Ömər istədiyi kimi. Təhlükəni yarata bilmədi. Qariyat qapı qarşısında. Mehmet sağ. Kabak oyna. Ömer. Arman geri plandaydı. Ömər Quliyev qarşıladı. Gir. Bir zərbə. Bu da ilk yarını bitirən Fit. İkinci yarıda bizləri nələr gözləyir? Сам знаете. Когда вы в ряд станьте, не в линию, а ряд. Məhz qarşılaşmanın ikinci hissəsindən sizləri salamlayıram. İlk hissəyə Qariyatın 2-1 üstünlüyü ilə sonlanıb görək ikinci yarıda. Elia. Bizləri nələr gözləyir? Это не тот мяч назад. Бери его. Hey bro. Gel buraya şalla gel buraya. Can bu kesin bir tane. Məhz qarşılaşma start götürdü. Başlar başlamaz bir zərbə çəkdi. İkinci bir zərbə və qol gecikmədi. Arman ilk yarı başlar başlamaz sanki mesaj göndərirdi. Rəqibi fərqi biraz daha artırdılar. Qariyat 3, Trabzonspor Azərbaycan 1. Əmirxan qarşıladı, Ömər Quliyev təhlükəli ola bilər. Ən geri planda. Məhəmməd oynadı. Armar. Türməsi soldu, sağ diagonala. Təkrardan Arman. Arman. Sanki ikinci yarıda oyuna daxil olan Arman. Değilmiş də bir başqasıymış kimi oynuyor. İlk yarıda bu qədər effektiv bir oyun görmədi yandan. İkinci yarıda isə başlar başlamaz qolu qeydə aldı. İndi isə qapı qarşısında qoldan biraz sonra təhlükəli bir epizod yaşatdı. Məhz Trabzonspor Azərbaycan komandasına. Qapı qarşısına Qaysar təhlükəli ola bilər. Adilxan, Ömər blok qoydu. Səl oynama. Hakimin işarəsi indi isə Qabağında, diyen qabağında. Əmirxan. Diyen qabağında, diyen. Bir zərbə. Elyar Muradov. Möhtəşəm şəkildə seyfini göstərdi. Elyar Muradov işi şansa bırakmadı. Əmirxan ən geri planda qarşıladı. Ərlara doğru. Есть Кайсар! Ümid keçid vermədi. Ömer üstüne. Amirxan. Ömer gök. Ömer açık. Seyid Əliyev. Ömər Quliyev də təzyiqə qoşulmuşdu. Ömər Quliyevlə oynadı. Amirxan. Təzyiqi var idi Əmirxana Seyid Əliyevin. İndi gün zərbəsini yerinə yetirəcək. Seyirci. Trabzonspor Azərbaycan komandası. Kapsın kabağına. Vur Ömer. Əmirxan blok qoydu. İkinci zərbə. Yenidən Əmirxan. Vur Ömer.
İkinci bir cəhət Ömər Quliyev. Fərqi azaldır. Ömər Quliyev metala ilk hissənin sonlarında daxil olmuşdu. İkinci yarıda isə artıq özünü göstərməyə bacardı. Aran zərbəsi. Buna bir də. Raman qarşıladı. Qaysar Səyidəliyev və Adilxan. Daha doğrusu Əmirxanın mübarizəsində gün zərbəsi qazandırdı komandasına Səyidəliyev. Seyit! Topçu qabana git! Git yaxın dirək! Ömər! Daha doğrusu taç atışıdır. Taç atışı yerini itirildi. Ömər Quliyevin cəhdi. Uğursuz alanda Səyidəliyev toxuna bilmədi. Və Səyidəliyev Düş! Ömər! Ömərin cəhdindən sonra Ömər gəl! özü yoxlamaq istədi. Reva səndir! İstədiyi kimi alınmadı. Əmirxan Nazayla oynadı. Trabzonsporun da təsdiqi var. Rəqibə məhz ikinci yarıda Qabağa get Ömər. buraxılan ilk qoldan sonra, başlarında buraxılan qoldan sonra artıq təsdiqlərə başlanıb. Kompakt şəklində oyuna geçiblər taktika baxımından. Ömər! Внимательней, секретарь! Qayıt, bura. Здорово назад! Передавай игроков! Üstünə. Bir zərbə. Məhz istədiyi kimi alınmadı Armanın. Bu zərbə çəkdi. Əliyar Muradov hərəkətli qazandıracaq. Bir qədər geridə gidib ötürmə. Qaçdı. Ömər sıx. Sıx o üstünə. Sıx. Axıra kimi. Arman. Axıra kimi. Rəqiblərini bir keçdi daha doğrusu Qaysar. Qaysar idi bu. Hələ özünə qaç. Qaç sıx. Səyidəliyev, amma əvvəlki epizodda yerdə qalan oyuncu var. Məhz Armandır. Oyuncu. Oyuncu dəyişikliyi daha. Арка, пойдем, Ара, посиди, иди сюда! Молодец, молодец. Будут они. Evet. Ömər. Alt yerinə yetiriləcək qarşılaşmada. Oynata. Ənkər planta. Məhəmməd Süleymanzadə. Uzaqlaşdırmaq naminə rəqib oyunçuya vurdu topu və Qaba Ömər. uzaqlaşdırmağı başardı Seyitəliyev. Qaç Ömər. Ömər sıx. Ömərin təzyiqi var rəqibə. Seyitəliyev də qoşuldu təzyiqə. Ömər. İkili mübarizədə məhz Qaysar. İndi Ernara ötürməsi. Son anda bir müdaxilə. Bu kritik bir müdaxilədir. Daha doğrusu indi Kükün zərbəsi yerinə yetiriləcək. Qaysar. Nazan ötürməsi Adilxan. Daha doğrusu Əmirxan. Cəhət göstərdi indi Seyidəliyev. Ən geri planda. Seyidəliyev. Bravo! Ömər gir qapının içinə. Ömər o da. Ay Seyit dağılıb senin! Yox, bildiyim. Elə biləm 3 nömrə də Ömərdir. Батер, иди сюда! Кайсар, давай иди вперед! Seyit götür! Ömər sıx. Həm baqa, vur! Ömər'in zərbəsi. Ay, əldən də qaçırama. Ömər! İndi oyuncu dəyişikliyi var Ömər Quliyevin. Əvəzləyirlər Muhammed. Meydana daxil olacaq. Əmirxan standart vəziyyət yerinə yetirəcək. Seyit! Nazar. Əmirxan oynatı. İstədiyi kimi alamadı indi. Təhlükə yaradıla bilər. Qariyat qapısında. Gün zərbəsi yerinə yetiriləcək qarşılaşmada. Fərqi azaltmaq, minimum endirmək adına.
Kapı karşısına ikinci bir çat ve gelir. Gelirəm deyirdi. Revan. Məhz komandasının qolunu qeydə alır. Revan Qasımzadədən başqası değildi. Gözəl bir zərbə endirdi. Çərçivəni tapdı. Seyit Əliyev. Məhəmməd və Seyit Əliyevin birlikdə qurduqlar bu hücum istədikləri kimi alınmasa da güc zərbəsi qazandırdı komandasına. Gol! Gol! Qapı qarşısına ötürmə. Heç bir komanda yoldaşı məhz bu ötürməyə toxunuş edə bilmədi. Ahmet yeniden taş atışını yerine yetirəcək Trabzonspor Azərbaycan komandası. Gol! Nəysə hesabı bərabərləşdirmək adına. Güzel becəhdi. Seyit Əliyev toxunuş edə bilmədi. Əngir planda Ömərə. Əmirxan qarşıladı. Sonrasında Məhəmməd. Bravo. Tez. Geçid vermədi. Mehmet Emre. Maza. Məhəmmədin də təsiqi var. Seyit Əliyev də qoşulub. Bakıdır. Bravo. Koyma. Bize oyna. Bravo. Seyit'e taş atışı yerine yetirəcək. Qapı qarşısına. Ətirmə çəkdi. Əmirxan uzaqlaşdırma mümkün olmadı. Əldən qaçırmış asla. Məhz Revanın zərbəsi istədi kimi alımada. Aman Qasımzadədən başqası değildi. İndi isə Qariyat hücuma. Nasa. Bitirməsi Ernar. Əliyar Muradov. Yunus Sərbəb. Yunus Bravo Ömer. Ömer sonuna qədər mübarizə apardı. Keçid vermədi rəqibinə. Ömer İsmailzadədən başqası değildi bu oyuncu. Koyma zərbeye! Əmirxanın zərbə cəhdi məhz istədiyi kimi uğurlu alınmadı. Seyit Əliyev qarşıladı. Sonuna götərdi. Açılır, top istiyor! Top istiyor! Açılır! Revan taş atışını yerine yetirəcək. Sen de ortaya. Şəhti istədiyi kimi alınmadı. İndi isə taç sırası məhz Qariyat komandasına keçir. Zərbə cəhdi gəlsə təhlükəli ola bilər. Şahzarın zərbə cəhdi istədiyi kimi alınmır. Məhz hakim qarşılaşmanı dayandırıb. Zərbə cəhdi gəlsə təhlükəli olar. Qapı qarşısına. Bu cəhd istədiyi kimi alınmır. Heç belə. Ernar. Sürətli başlanarsa təhlükəli ola bilər. Alta getdi məhz. Əliyarın zərbəsi.
Nazar taç atışını yerinə yetirdi. Toxunuş var idi Rəvandan. Doğrusu səhvimi düzəltdim. Rəvandan deyildi bu toxunuş. Bəli, Rəvandan idi bu toxunuş. Məhəmməd soluna qədər təzyiqini göstərdi rəqibə. Bu qarşısına bir zərbə cəhdi. Əliyar Muradov təcrübəsini danışdırdı. Çevikliyini danışdırdı daha doğrusu. Təcrübə üçün hələ tezdir. Əmirxan Ərnarın tərs bir vuruşu var idi. Qapı qarşısına ötürmə çəkdi. İstədiyi kimi alamadı Qaryat oyuncusunun. Rəvan. Gözəl bir qoşulma. Amma Məhəmmədin zərbəsi istədiyi kimi alınmır. Bu zərbə cəhdi boşa çıxdı. Eyyar! Şot neçədir? Şot. Şot da şot, ümumi şot. Həmami! Məhəmmədin zərbə cəhdi. Başla, tez başla. Hüseyin, Məhəmməd. Dey, oynaya bilər. Vur oradan, vur. Al, bizim. Al. Bizim. Ənkör planta. Nəsə Ömər İsmail zaten. Çökür. Hemen qabağa. Rəvan. Ömərin bu cəhdi uğurlu alanda. Bir oyuncu dəyişikliyi daha. Maqa sağda oyna. 130. Məhəmməd Süleyman zaten meydandadır. Məhəmmədi əvəzləyir. Taç atışı yerinə yetirəcəkdi Qaryat komandası. Sürətli başladılar. Məhəmməd Süleyman zaten. Topu içində saxlamağı bacardı Ərnarın da. Təbii ki də təzyiqi var idi. Ötürmə cəhdi yaranarsa təhlükə olar. Ömər geri planda qarşıladı. Səyid Əliyev təzyiqi nəticə verir. İndi isə hücum şansı Trabzonsporda da. Əmirxanla mübarizəsi. Topu qopardarsa təhlükə olar. Bir zərbə! Gol! Rəvan! Ay! Rəvan məhz bizi uzatmalara göndərəcək sanki. Rəvan meydana 2 golla daxil olur artıq. Bərabərlik hüküm sürür, qarşılaşmada isə yenidən paylanır kartlar. Qaryat komandası 4, Trabzonspor Azərbaycan isə 4. Oyunun son dəqiqələrində gələn Rəvanın uğurlu cəhdi rəqibə turş gələn stop çərçivəni tapdı. Bir top, uşaqlar, bir top. Məhz qələbədən hər iki komandanı bir qol uzaqda tutur. Mən belə boş işləyəm artıq həyəcan son həddindədir. Uzaqdan cəhdlərlə yoxlayacaqlar qapını hər bir oyuncu. İndi meydanda bacardığını edəcək dedik. Gəldi bu gol. Cavab qolu gecikmədi. Möhtəşəm bir şəkildə gəlir məhz Qaryat komandasının qolu. Cavab gecikmir ki gecikmir. Möhtəşəm bir qol idi. Ərnardan Qaryat oyuncusu. Rəvan. Məhəmməd. Geri planda qarşılayacaqdı. İstədiyi kimi alınmadı. Alına bilmədi. İndi tac atışını yenilətirdi. Qayçala birlikdə. Arman. Paslaşma, bir qədər müdafiə. Bir-birləri arasında anlaşmazlıq yarandı. Naza yeni bir tərs vuruş. Qaryatın əks hücumuna gəlib çıxardır. Rəvan sonrasında isə Ömər və Yunis. Bir boşa zərbə, məhz out. Səyid Əliyev gəlsə də top, ədalət təmsilçisi out'u. Taç atışını göstərir.
Yeni planta Məhəmməd. Qaysar sürətlənib topa. Oyunun son dəqiqələri. Məhz Qaryat komandasını çempionluqdan 2 dəqiqə uzaqlaşdırır. Seyid Əliyevin cəhdi. Ay ay ay. Uğurlu mata. Ömer təzyiqi var idi rəqibə. İndi təkrardan tərcih atışı yerinə yetiriləcək. Qarşılaşmada son 2 dəqiqənin içərisində daxil olmuşuq. Revantaj atışını yerinə yetirdi. Şahzarın məhz cəhdi uğursuz alındı. Arman. Ömer geri qaydı. Seyid Əliyev tac atışını yerinə yetirəcək. Həyəcan yüksək səviyyətədir. Bir gol tapması alındı. Trabzon uzatmalara gedir. Ay ay ay. Bu zərbə cəhdi də alamadı. Məhz Trabzonspor Azərbaycanın cəhdi. Son 1 dəqiqə. Qarşılaşmada məhz Eliyar. Qarşılaşma sonuna qədər göstərilən bu cəhdləri, göstərdiyi bu performans bir anda məhz ani bir yanlış qolu gəlib çıxartdı. Məhz Qaryat komandasına artıq 5-4 hesab. Daha doğrusu 6-4 hesab. Və dirəkdən dönən top. Səhvimizədir. 6-4 artıq üstün tərəf onlardır. Arman artıq çempionat, daha doğrusu çempionluq şəffaf görsənir. Qaryat komandasına artıq çempion onlardır. 7-ci gol bu da. Qaryat oyuncuları artıq təbəssümlə oynayırlar. Üzərindən görmək olur bunu. İkinci bir cəhd. Və bu da son. Çempion Qaryat komandasıdır. Qaryat komandası Trabzonspor Azərbaycan komandası qarşısında 7-3'lük qələbə ilə çempion olur. Təbii ki də hər iki komandanı da alqışlamaq lazımdır. İki tərəf də möhtəşəm oynadı. Heç şübhəsiz. Oyunun son dəqiqələrinə qədər hər iki tərəf də mübarizəni buraxmadı. Və bu da çempionluq sevinçləri. Təbii ki də bir tərəfdə hüzün var, bir tərəfdə sevinç. Qaryat çempion oldu. Trabzonspor Azərbaycan komandası isə məğlub oldu. Hörmətli qonaqlar, axı ki, bizim 9 yaşlar arasında beynəlxalq mini futbol turnirimiz başlasınlar. Ayrıca biz qaliblərin mükafatlandırmağa keçirik. Birinci başlayırıq, turnirin ən yaxşı qapıcısı. Turnirin ən yaxşı qapıcısı Trabzonspor klubunun qapıcısı Eliyar Muradov. Başlayalım almışdır. Sakin. Hayır. Nerede biz oynayacağız? Ben de açtım Ali. Gelir.
Hamılı Şeygrok turniri. Turnirin en yaxşı oyuncusu. Kayrat komandası hücumcusu. Nazar Luta. Biraz böyle. Öyle diyorum. İndi ise turnirimizde üçüncüye tutan komanda. Tunar akşamlık. Milan Baku komandası alkışlıyoruz. Bir gelir. Geçen benim medallar arasında. Celal gel. Bir. Birinci gol Celal bir. Uşaqlar. Arda uşaqlar. Uşaqlar bir sıra dayanın, bir sıra. Bir gəlir. Ya aslında bir gelir. Arka arkaya gelmiş uşaqlar. Arka arkaya Celal. Bir uşaqlar hamıya veriləcək. Serkan gel buraya Serkan. Eyvallah Serkan. Məşqçiləri kimidir? Adını özünüzdən yazarsınız. Vaxtımız yoxdur. Yaxşı ağlar, yaxşı. Gel buraya, git yanına. Bu taşı çelirdim. Bu taşı çelirdim. İstediğim yerdim. Ha. Çözen. Çiçeği. Kaptan kimdi sizde? Kaptan. Allah kaptan. Alkışlıyoruz uşaqları. Uşaqlara açalım. Necevich. Nasıl verin? Ben ne veririm? Kaptanlara veririm. Bir yerde de Bu sefer medal itireçe zaten. Getmirik gözlüyor. Medal itireçe. Burada gözlüyor. Yalan. Ben Oradaki meclisten verirsin. Nerede verdik? Ali ağa, tabağa gel. Sahibi ve güzel oyun gösteren komanda. Trabzonspor Azerbaycan Okulu. Ali ağa buraya bakın gerçekten. Buraya bakın. Gel inşallah. Hafta bir gel. Bir. Yaxşı, mən də sizə uşaqlar. Gel. Yok dik olmadı. Gel. Gel buraya uşaqlar. Sen də gel. Bir də çəkirəm. Gel. Gel. Ya bırak. Ya Ümit. Ümit bura. Ayağı tut. Ya Ömer gel. Yanımda sayakçı kimi de yanımda. Adam tutamaz. Bizim müzeye. Bizim meyve var. Ömer gel. Kes. Ümit onu bırakma arkadan al. Gel ne var? Aga gel. Gel. Ela gel. Kaptan sensen. Gel buraya. Yakınlaş. Alkışlıyoruz Trabzonspor komandasını. Bir yere diyelim. Sırayla. Onlar kimi sırayla diyelim. Ülvü. Yanında orada İndi ise sizin bu alkışlarınızla bizim hem komşularımız hem de değerli dostlarımız Kayrat komandası bu turnuvada Sırayla. Cevap kaybetti o yüzden.
Ama скажи, у нас одного нет. Знаешь, зададим, давай. Олег Андреевич, пожалуйста, вам тоже. Birazdan Dağıstan'ın terbiyeni oldular. И все команда сюда, все команда сюда. Подождите, стойте, стойте, стойте. Yanında Trabzonspor Azərbaycan komandasının rəhbəri. Çempion olmaq mümkün olmadı. İkinci oldunuz. Düşüncələriniz nələrdir? Əvvəla axşamınız xeyir olsun. Hər birinizi xoş gördük. Sizə xoş gəlmisiniz. İlk dəfə oyunu yayımlısınız. Həqiqətən də möhtəşəm oldu. Yəni möhtəşəm bir final izlədik. Uşaqlarımızı hər birini təbrik edirəm. Məşqçi heyətini təbrik edirəm. Bu günləri həqiqətən də öz adından söz etdirməyi bacardılar. Rəqib bildiyiniz kimi güclü komandalardan biri, akademiyalardan biri Kayrat komandası idi. Amma buna baxmayaraq bizim uşaqlar oyunda əsl xarakter nümayiş elətdirdilər. Böyük hesabla geridə olsalar da axırda bir də həyəcan yaşada bildilər. Yəni 4-1-dən 4-4-ə kimi gətirdilər, çıxartdılar. Sonda bəzi oyuncularımızın təcrübəsizliyi biraz öz sözünü dedi. Yəni qapısımız, biraz oyuncularımız təcrübəsizliyi öz sözünü dedi. Yəni belə finallar hələ çox olacaq. Yenə deyirəm, rəqib komandanı təbrik edirəm qələbə münasibətindən, çempionluq münasibətindən. Bir də çempionatın təşkilatçısı Əfqan müəllimə dərin minnətdarlığımı bildirirəm ki, bizi belə bir turnirə dəvət edib. İnşallah yaxın günlərdə bizim başqa bir turnirlərimiz də var. Trabzonspor Azərbaycan Futbol Okulu olaraq biz inşallah dekabrın 5-i Türkiyəyə gedirik. Trabzonda böyük bir səfərimiz olacaq. Böyük bir turnirdə iştirak edəcəyik. Ümid edirəm ki, oradan böyük nailiyyətlə, qələbə ilə qayıdacağıq. Çox sağ olun, minnətdarım. Sağ olun.